Onlar diqqətli olsun və tanıdığınız kimsə vöyünü varsa, vergi ödəyicisi də onunla da bölüşə bilərsiniz. Yəni yaxşılıq eləmiş olarsınız. Bir neçə əlamət deyirəm. Əgər bu əlamətlərlə sizlə əlaqə saxlayıb belə ardıcıllıqla sözlər deyirlərsə, bilin ki, dələduzdur. Yəni vergi işçisi deyil, dələduzdur. Deməli, sizlə əlaqəyə girirlər telefon üzərindən. Vergidə qeydiyyatda olan telefondan yox, dükanda, elanda qoyduğunuz telefondan əlaqəyə girirlər. Bu son 10 gündə mənə 3 nəfər deyib bunu. Yəni dələduzdur da, 100% dələduzdur. Vergi işçilərinin adını xələl gətirirlər. Birincisi telefonla əlaqə saxlayırlar. İkincisi deyirlər ki, video çəkiliş var. Siz çek vurmamısınız və yaxud hansısa vergi pozuntusu var, amma video çəkilişlə olunub. Bu ikinci əlamət. Üçüncü də ki, deyir ki, adam göndərir, gəlsin, indi sizdə protokol var, onu imzalasın. Sizdə bir dükana adam göndərəcək filan ünvana. Əslində heç kim göndərməyəcək, sadəcə sövdələşməyə girmək istəyirlər və sizdən kartına pul razılığını əldə etmək istəyirlər. Bilin ki, dələduzdur.